Hərbi strategiya və taktika. Əvvəlcə strategiya və taktika arasında fərqi anlamağa çalışaq. Hərbi strategiya daha geniş anlayış olaraq müharibə və hərbi əməliyyatlar zamanı istifadə olunan ümumi plan, pre-konflikt və post-konflikt dövrdə hərbi sahədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün təsdiq olunmuş proqramdır. Hərbi strategiyada məqsəd müəyyənləşdirmə, ölkənin milli maraqlarını qorumaqdan, milli təhlükəsizliyini təmin etməkdən ibarətdir. Hərbi strategiyanın mühüm hissəsini resurslar təşkil edir. Bunlar da insan amili, texnoloji yeniliklər, iqtisadi potensial və sair aspektlərdən ibarətdir. Hərbi strategiyada təhlükə analizi, perspektiv planlar da xüsusi əhəmiyyət daşıyır ki, təhlükə analizi potensial düşmənin güclü və zəif tərəflərini öyrətməklə yanaşı, potensial təhlükələrin də öyrənilməsini təmin edir. Hərbi taktika isə döyüş əsnasında istifadə olunan üsul və manevrlar toplusundan ibarətdir. Taktika strategiya ilə nisbətdə daha kiçik miqyaslı fəaliyyətlərdə tətbiq olunur. Qüvvələrin tərkibindəki qoşun növlərinin, qoşunların tərkibindəki bölmələrin, bölmələrin tərkibindəki şəxsi heyətin ərazidə yerləşdirilməsi, hərəkət istiqamətləri, hücum və müdafiə üsullarının koordinasiyalaşmış şəkildə təşkili hərbi taktikanın əsas qollarındandır.